Doktor, telefonu sinədə saxlamaq risk yaradırmı? Elmi olaraq telefonun sinədə saxlanılması və bununla bağlı hər hansı bir xərçəng xəstəliyinin yaranması deyə belə bir araşdırma və əldə olan bir nəticə olmasa da, ümumilikdə tövsiyə olunmur. Telefon ionlaşdırıcı şüalar yaymadığına görə DNT-də struktur dəyişkənliyi meydana gətirmir. Buna görə də çox ciddi və təsir edici fəsadlar yaratmır. Ancaq onun sinədə saxlanılması, ümumiyyətlə dəriyə təmas etməsi uzunmüddətli tövsiyə olunmur. Çünki özündən az da olsa elektromaqnit dalğalar yayır və uzunmüddətli onların orqanizmə təsiri müəyyən fəsadlar törədə bilər. İstənilən halda telefonun istifadəsi zamanı və digər elektrikli əşyaların istifadəsi zamanı özündən elektromaqnit dalğalar yayan gündəlik vasitələrin istifadəsi zamanı bunun orqanizmə uzunmüddətli sıx təmas etməsi tövsiyə olunmur. Çalışın ümumilikdə telefondan az istifadə eləyin. Yalnız vacib olan hallarda telefonla kontaktda ola bilərsiniz.